Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün atamın 60 yaşını qeyd etmək üçün Tərtərə gedirik. Gəncə qapılarından Tərtərə uzanan bu yol bir tərəfdən mənim üçün nostaljik bir səyahət, digər tərəfdən isə yeni xatirələrin qurulacağı bir başlanğıcdır. Mənə elə gəlir ki, bu yol həm də bizə həyatın nə qədər qiymətli olduğunu xatırladır. Bu yolu gedəndə həmişə içimdə qəribə bir sevinç, üzümdə isə səbəbsiz təbəssüm olur. Baxın, həyat elə bu kiçik anlardan ibarətdir. Bizi birləşdirən məqamlar, hər keçilən yol, hər dönüş, hər körpü əslində həyatın mənasını daha da dərinləşdirir. Bu kadrlar Tərtər rayonundandır. Elə körpüdən söz düşmüşkən bizim də birazdan üzərindən keçəcəyimiz Nicat körpüsü haqqında sizlərə də məlumat vermək istəyirəm. Bura Tərtər rayonunun tarixi və mədəniyyəti üçün mühüm əhəmiyyətə malik olan bir yeridir. Bu körpü Tərtər çayı üzərində yerləşir və regionda əsrlər boyu nəqliyyatın və əhalinin əlaqə qurmasının əsas vasitəsi olub. Eyni zamanda bu körpü Tərtərin ən tanınmış və ən köhnə körpülərindən biridir. Onun tarixi 19-cu əsrə gedib çıxır. Yəni körpü əsrlər boyu bu bölgənin həyatında mühüm rol oynayıb. Bura isə mənim valideynlərimin yaşadığı mənim doğma kəndimdir. Artıq evimizə çatırıq. Yəqin ki, anam dadlı yeməklər hazırlayıb. Elə çatan kimi mənə təzə dəmli çay süzdü və hazırladığı gilas mürəbbəsi ilə bu çayımı içdim. Mən gedib çatanda artıq gördüm ki, bibim də gəlib və çayımı içdikdən sonra biz birlikdə mətbəxə keçdik və süfrəni hazırlamağa davam etdik. Anamın mətbəxində hər zaman xüsusi bir abu-hava olur. Amma bugün hər şey daha da fərqli idi. Atamın 60 illik yubileyini qeyd edərkən anamın hazırladığı yeməklər sadəcə ləzzətli deyil, həm də bir ailə ənənəsidir. Mənə elə gəlir ki, bütün evlərdə olduğu kimi bütün ailələrə məxsusdur bu xüsusiyyət. Bizim evdə də evimizdə bişən yeməklər bizim evin mədəniyyətini, zənginliyini və hər birimizin ağız dadını əks etdirir. Anamın hazırladığı yeməklər həqiqətən möhtəşəm idi. Süfrədəki ilk gözə çarpan yemək əlbəttə ki, milli aşqarası ilə hazırlanan aş idi. Daha sonra mənim ən sevdiyim ləvəngi çox təravətli idi, dadlı, ədviyyatlı, hələ içindəki qoz, soğan ilə birlikdə hazırlanmış əsl usta içliyi idi. Bu yeməklər bizim mətbəximizin ən klassik və ən sevilən yeməkləridir. Onda isə tortla çay içdik. Tortlar da çox dadlı idi. Yeməkdən sonra küçəyə çıxdıq. Hava çox qəşəng, sakit, günəşli idi. Küçənin o tanış havası, o illərdir dəyişməyən səmimiyyəti bir anlıq məni uşaqlığıma qaytardı. Qonşularımız bir yerə toplaşıb söhbət edirdilər. Elə uşaqlıqda öyrəşdiyim kimi. O zamanlarda da biz bir yerə toplanırdıq, uşaqlarla oyunlar oynayırdıq, gülüş səslərimiz hər tərəfi bürüyürdü. İndi isə o günlər xatirəyə çevrilib, amma o isti münasibət, o doğmalıq hələ də yaşayır. Bəzən insan hardan gəldiyini xatırlayanda həyatın həqiqi dəyərini bir daha anlayır. Buralar mənim keçmişimin, xatirələrimin formalaşdığı məkanlardır. Bugünkü görüş, bu isti söhbətlər, məhlədəki gülüş səsləri mənə bir daha göstərdi ki, bəzi şeylər zaman keçsə də heç vaxt dəyişmir. Gözəl bir günü geridə qoyub evə dönürük. Yol boyu bu günü xatırlayıb həyatın bu sadə amma dəyərli anlarının əslində nə qədər önəmli olduğunu düşünürəm. Evə doğru ilərlədikcə içimdə minnətdarlıq hissi var. Bu cür günlər həyatı daha da gözəlləşdirir. Anamın sevgisi təkcə sözlərdə deyil, hazırladığı yeməklərdə və bizə verdiyi paylarda da hiss olunur. Yola düşməzdən əvvəl o bizə bir xeyli yemək bağladı. Təkcə yeməklə kifayətlənməyib, öz əlləri ilə hazırladığı kompotlardan, mürəbbələrdən, kəndin təbii nemətlərindən də pay qoydu. Evə çatan kimi qızımla birlikdə ilk işimiz bu hədiyyələri açıb soyuducuya yerləşdirmək oldu. Hər qabı açdıqca anamın qayğısını, kəndin təbiiliyini və o evin doğmalığını bir daha hiss etdim. Sonda isə demək istəyirəm ki, atacan, 60 yaşın mübarək. Sən bizim ailəmizin dayağı, bizə hər zaman örnək olan insansan. Sənin zəhmətin, fədakarlığın və sevgini heç bir sözlə ifadə etmək mümkün deyil. Bizim üçün etdiklərin, bizə verdiyin dəyərlər ömür boyu bizimlə qalacaq. Sənə uzun ömür, möhkəm can sağlığı və daim sevdiklərinlə xoşbəxt günlər yaşamağı arzulayıram. Həyatında hər şey ürəyincə olsun. Ata, səni çox sevirik. Bugün mənim üçün çox dəyərli bir gün oldu. Ailəmlə keçirdiyim hər an, atamın ad günü sevinci, anamın qayğısı, bunların hər biri mənim üçün ən böyük sərvətdir. Belə anları dəyərləndirmək, sevdiklərimizlə daha çox vaxt keçirmək lazımdır.
Çünki həyat məhz bu gözəl, sadə, amma dəyərli xatirələrdən ibarətdir. Mütləq valideynlərinizi arayın, onları qucaqlayın, sevginizi göstərin. Çünki mənim üçün ailə ən qiymətli xəzinədir. Bu vlog burada bitir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər.